İnsan elə bir gözəllikdən zövq almaq üçün xəlq olunub ki, o gözəllik sonsuzdur. Hər an bir cilvəsini insana göstərir və insanı yormur. O gözəllik də ancaq Allahın özüdür. İnsan dünyaya nə üçün gəlib? Bu şəkildə cavab verim. İnsan gəlib Allaha tamaşa eləsin və desin, bəh, bəh, sən nə gözəlsən. İnsanın yaradılış məqsədi budur. Təsbihin mənası budur. Təsbih bilirsiniz nədir? Subhanallah deməkdir. Subhanallahın mənası budur ki, yorulmadan deyirsən, ilahi sən nə gözəlsən. Sən nə gözəlsən, sən nə gözəlsən. Təsbih yəni bəh-bəh. Rəsmi tərcümə eləməsək, təsbihin mənası budur ki, deyəsən bəh-bəh, bəh-bəh, bəh-bəh. Və bunun üçün gəlib insan dünyaya. Bu bəh-bəhin içində qərq olmaq üçün, bu gözəlliyi müşahidə eləmək üçün. İnsan bunun üçün yaranıb. Dəllim var bu sözümə.